məmnuniyyətlə mən sözü verəcəm, deməli, Rəşad Aslanova və məlumat üçün deyim ki, yazıcı Güllü Məmmədovanın Fatihlərin Zəfərli romanında Rəşad Aslanovun qəhrəmanlığı öz bədii əksini tapır. Əziz şəhid ailələri, çox hörmətli Cavizə xanım, çox hörmətli xalq şairimiz, hörmətli profesör Ali Zeyir, hörmətli qonaqlar, hər birinizi salamlayıram. Cavizə xanım, çox sonu ki, belə bir gözəl əsərin təqdimatına mənə dəvət etmişsiniz. Özümü ilk öncə təqdim edeyim, həm aprel döyüşlərinin, həm 2018-ci ildə günlük əməliyyatının və vətən mühafizə iştirakçısı Qarabağ ordeni Polkovnik Rəşad Aslanov. Döyüşlərdə təyinatları idarə etmişəm və onları rəhbərlik etmişəm. Gördüyünüz kimi, əziz şəhid anası, biz də yaşayan şəhidik, şəhidlərimizin şəhidiyik. Vətən müharibəsində qazanılan böyük zəfərə görə biz ilk növbədə şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq və başda Müzəffər Ali Baş Komandan olmağından bütün Azərbaycan xalqına borcluyuq. Bugün gündə biz elə bir dövlətdə yaşayırıq ki, başda Cənab Ali Baş Komandan olmağından bütün Azərbaycan xalqı şəhidlərimizə keçən vətən müharibəsində keçən döyüş yoluna böyük önəm verir, qiymət verir və dəyər verir. Bugün də belə bir nümunələrdən birinin tədbirində yarışmışıq. Cavizə xanım, çox olun ki, siz bizim keçdiyimiz yolu qələmə almışsınız, bu döyüşləri qələmə almışsınız, şəhidlərimizi orada dəyər vermişsiniz, orada qiymət vermişsiniz. Şəhidlər heç vaxt düşmən ateşindən ölmürlər. Şəhidlər o vaxt ölürlər ki, onları unutulanında, onları yadlamayanda. Amma yenə deyirəm, bugünkü gündə elə bir dövlətdə yaşayırıq ki, bütün Azərbaycan xalqı bizim o şəhidlərimizə, o keçdiyimiz döyüş yoluna öz töhfəsini, öz qiymətini, dəyərini verir. Bir daha minnətlarımı bildirəm, çox sağ olun, xeyirli olsun, uğurlu olsun bütün Azərbaycan xalqımıza və uğurlarınızın davamını diləyirəm. Mən bugün fəxr edirəm ki, qalib dövlətin vətəndaşıyam. Mən bugün fəxr edirəm ki, qalib ordunun zabitiyəm və mən bugün fəxr edirəm ki, Zəfər Cənab Ali Baş Komandan İlham Əliyev əsgəriyəm. Diqqətinizə görə çox sağ olun. Sabir müəllimin Rəşad çıxış edəndə bir misraları yadıma düşdü. Deyir, sağ olsun babalarım, şərqi qərbə çatıblar, qərbi şərqə çatıblar, tarix yazmasalar da tarixi yaradıblar. Bu tarixi yaradan qəhrəmanımıza, həm Sadə xanım adından, həm də burada bütün toplaşanlar adından, bütün qələm adamlar adından kiçik hədiyyə bizi qəbul etməyə xahiş edir.